Salam aleykum. Deməli, doymuş bərk yağ deyir. Burada buna diqqət etmək lazımdır. Əvvəlcə biz gliserini yazırıq. Yəni yağın formuluna gərək çıxaq. Sonra ora deməli turşu gəlirik. Təbii ki 3 dənə gəlmək lazımdır. Sadəcə burada gör nə yazıbdır. Yazıb ki, yağ 2 müxtəlif karbon turşusundan ibarətdir. Yəni tutaq ki, məsəl üçün biri R1-dir. COOH. İkisi də R2-dir də. Yəni başqaca mən necə yaza bilərəm bunu? R2 COOH. Baxın bu zaman OH turşudan, hidrogen spirtdən, OH turşudan, hidrogen spirtdən, OH turşudan, hidrogen spirtdən ayrılır. İndi burada yazıb ki, oksigen sayından 17 və çoxdur. Deməli, oksigen burada onsuz da neçədəndir? 2, 4, 6-dır da. 6-nı mən 17-yə vuranda hidrogen sayı ümumən neçə eləyəcəkdir? 6 vurulsun deməli 17, bu 102 eləyəcək. Ümumən 102 hidrogen var. Onun 5-i gliserindədir. Qaldı 97-sə buralara aiddir. Düzdür yoxsa yox? İndi bizə bilir ki, doymuş yağ dediyinə görə bu polimitin turşusu istifadə olunur. Yəni dəslikdə də gedir də. Bir də stearin turşusu istifadə olunur. Əgər biz 2 dənə stearin turşusu yazsaq, C17H35, yəni radikal hissəsini yazıram. C17H35, bir dənə də polimitin hissəsini yazsam, hidrogenlərə baxsaq, 35-i vururam 2-yə, üstünə gəlirəm 31-i, bu 101 eləyir. Deməli, bu bir dənə stearin olmalıdır, 2 dənə polimitin olmalıdır. Hidrogenlərinə baxın, 31-i vururam 2-yə, üstünə də gəlirəm 35-i 97 eləyir. Deməli, biz burada nə edirik? Bura yazırıq, məsəl üçün stearin C17H35, bu da C15H31, C15H31. 3 dənə buradadır. 3 dənə buradadır. 17 dənə buradadır. Deməli, 30 dənə də buradadır karbon. O da 6 üstə gələk, 17 üstə gəl 30, 53 karbon edəcək.